Təsəvvür edin ki, bir pasiyentə süd vəzi xərçəngi diaqnozu qoyulur və molekulyar testlər, yəni biomarkerlər əslində yaxşı bir proqnoz göstərir. Amma sonra heç gözlənilmədən xərçəngin ölümcül olduğu ortaya çıxır. Bəs bu niyə baş verir? Bugünkü araşdırmamızda biz məhz bu çaşdırıcı və son dərəcə vacib klinik paradoksu dərindən təhlil edəcəyik. Bu sualın cavabını tapmaqda bizə professor Laszlo Tabarın rəhbərlik etdiyi bu fundamental məqalə yol göstərəcək. Professor Tabarın işi əslində bizi molekullardan bir anlıq kənara baxmağa və öz gözlərimizlə gördüklərimizə, yəni təsvirlərə yenidən diqqət yetirməyə çağırır. Yaxşı, gəlin yol xəritəmizə nəzər salaq. İlk olaraq problemi, yəni proqnoz vermə qabiliyyətimizdəki o kritik boşluğu təsvir edəcəyik. Sonra İki əsas oyunçunu müqayisə edəcəyik: görüntüləmə və molekulyar biomarkerlər. Görüntülərdəki əsl sübutlara baxacağıq, onların bir-biri ilə ziddiyyət təşkil etdiyi vəziyyətləri araşdıracağıq və sonda dəqiq proqnozlar və pasiyent üçün daha yaxşı nəticələr əldə etmək üçün gördüklərimizin niyə bu qədər vacib olduğunu yekunlaşdıracağıq. Problem məhz buradadır. Bizim standart molekulyar markerlərimiz unifokal, yəni tək, aydın sərhədli xərçənglərdə olduqca yaxşı işləyir. Amma işlər mürəkkəbləşəndə onlar aciz qalır. Biz burada multifokal, yəni bir neçə ocağı olan şişlərdən və ya aydın sərhədləri olmadan toxumaya yayılan, diffuz infiltrasiya edən xərçənglərdən danışırıq. Məhz bu mürəkkəb xərçənglər təhlükəli bir proqnostik boşluq yaradır. Beləliklə, proqnostik dəqiqlik uğrunda bu döyüşdə ringə sanki iki rəqib çıxır: görüntüləmə biomarkerləri və molekulyar biomarkerlər. Bu araşdırmanın əsas arqumentini anlamaq üçün hər birinin masaya nə qoyduğunu dəqiq müəyyənləşdirməliyik. Gəlin fərqləri aydınlaşdıraq. Görüntüləmə biomarkerləri şişin necə göründüyü və toxumada özünü necə apardığı ilə bağlıdır. Yəni onun fiziki təbiəti. Və ən əsası, onlar cərrahi müdaxilədən əvvəl əlimizdə olur. Molekulyar biomarkerləri isə biopsiya nümunəsindən alınan zulal səviyyəsidir və şişin kimyəvi tərkibini göstərir. Mövcud təcrübə isə daha çox ikincisinə, yəni molekullara əsaslanır. Konkret keyslərə keçməzdən əvvəl, gəlin bu hekayənin 3 əsas qəhrəmanı ilə tanış olaq. Bunlar, Professor Tabar tərəfindən təyin edilmiş 3 əsas süd vəzi xərçəngi alt tipidir. Süd vəzinin son hissələrindən, yəni asinuslardan yaranan ABO, daha böyük süd axarlarından qaynaqlanan DAB və birləşdirici toxumadan, yəni mezenxamal mənşəli BCMO. Görəcəyimiz kimi, onların mənşəyinə əsaslanan bu fərq nəticəni proqnozlaşdırmaq üçün həlledici əhəmiyyət daşıyır. Və indi işin əsl can alıcı nöqtəsinə gəldik. Tədqiqatdan götürülmüş konkret pasiyent keyslərinə nəzər salacağıq və görəcəyik ki, təsvirlərin danışdığı hekayə ilə molekulların danışdığı hekayə bir-birindən necə dramatik şəkildə fərqlənir. Bu slayddakı təsvirlər həqiqətən də inanılmaz dərəcədə mənalıdır. Mammoqramlarda və MRT-də gördüyümüz sadəcə bir şiş deyil. Eyni xəstədə bir neçə fərqli şiş var. Bəziləri ulduzvari, bəziləri isə dairəvi formadadır. Geniş formatlı histologiya isə bunu təsdiqləyir və bir-birindən tamamilə fərqli iki xərçəng strukturunun yan-yana mövcud olduğunu göstərir. Bu, qarşılaşdığımız mürəkkəbliyin çox bariz bir nümunəsidir. İndi isə gəlin baxaq, bu vizual fərqlər molekulyar səviyyədə nə deməkdir? Bu cədvəl həmin iki fərqli şiş ocağının tamamilə ziddiyyətli molekulyar profillərə malik olduğunu göstərir. Biri E-kaderin və progesteron reseptoru pozitivdir və yüksək proliferasiyaya malikdir, digəri isə tam əksinə. Bu, kritik bir məqamdır. Biopsiya üçün hansı ocağın seçilməsi proqnozu tamamilə dəyişir. Növbəti keys isə daha da heyrətamizdir. Mammoqram və ultrasəsdə biz sadəcə tək, böyük bir şiş kütləsi görürük. Lakin geniş formatlı histologiya şüşəsinə baxdıqda, patoloq bu kütlənin içində iki fərqli komponent olduğunu aşkar edib. Xaricdən tək bir şişə bənzəyir, amma mikroskop altında hekayə tamamilə fərqlidir. Bu, şiş daxili heterogenliyin, yəni mürəkkəbliyin çox dramatik bir nümunəsidir. Çətinliyi təsəvvür edin. Eyni kütlənin içində tamamilə əks proqnostik markerlərə malik iki fərqli xərçəng var. Bir hissə aqressiv nəticəyə, digəri isə daha az aqressiv nəticəyə işarə edir. Standart iynə biopsiyası asanlıqla yalnız bir hissədən nümunə götürə bilər və bu da təhlükəli dərəcədə natamam bir mənzərə yaradar.
İndi isə bir BCMO кейsinə baxırıq. Mammoqramda gördüyümüz bu geniş arxitektonik pozğunluq, yəni aydın bir kütlə olmadan toxuma strukturunun pozulması, özü bir görüntüləmə biomarkeridir. Professor Tabarın tədqiqatları göstərir ki, məhz bu görüntü çox pis proqnozun əlamətidir. Geniş formatlı histologiya isə xəstəliyin bütün vəziyyəyə yayıldığını təsdiqləyir. Və budur, bu keysin ən kritik, ən ayıltıcı nəticəsi. Görüntüləmə xərçəngin əsl aqressivliyini, onun əsl təbiətini qışqırırdı. Lakin molekulyar profil əlverişli idi və təhlükəli dərəcədə yanıltıcı idi. Reallıq isə görüntünün dediyi kimi oldu. Pasiyent cəmi 23 aydan sonra vəfat etdi. Bu mammoqram meşəni ağaclara görə görməməyin klassik bir nümunəsidir. Bəli, kiçik, aydın görünən bir AB şişi var. Bu, hamının diqqətini çəkən ağacdır. Amma daha vacibi onu əhatə edən geniş, lakin çətin seçilən DAB komponentidir. Əsl təhlükəli meşə. Görüntüləmə bizə xəstəliyin əsl narahat edici miqyasını göstərir. Bu isə mövcud təcrübədəki kritik bir qüsuru ortaya çıxarır. Aydın görünən AB kütləsinə fokuslanılır və molekulyar testlər ondan götürülür. Lakin pasiyentin pis nəticəsinin əsl səbəbkarı olan daha geniş DAB komponenti tamamilə nəzərdən qaçırılır. Bu isə birbaşa olaraq xəstənin lazım olduğundan daha yüngül müalicə almasına, yəni undertreatmentə səbəb olur. Beləliklə, biz ayrı-ayrı hekayələrə, fərdi keyslərə baxdıq, bəs bu fərqlər böyük statistikada da özünü göstərirmi? Gəlin indi uzun müddətli saxlığayma məlumatlarına nəzər salaq. İndi rəqəmlər danışacaq. Bu qrafik inanılmaz dərəcədə aydın bir mənzərə yaradır. Əvvəlcə yuxarıdakı əyrilərə, yaşıl, bənövşəyi və mavi xətlərə fokuslanaq. Bunlar AABMO keysləridir və gördüyünüz kimi çox yüksək sağalma göstəricilərinə malikdirlər. İndi isə diqqətinizi aşağıdakı əyrilərə, narıncı və açıq mavi xətlərə yönəldin. Bunlar BCMO və DAB şişləri olan pasiyentlərdir. Onların sağalma göstəriciləri dramatik şəkildə pisdir. Görüntüləmə bu iki qrupu aydın və qəti şəkildə ayırır. Bu slayd molekulyar markerlərin nəticənin nə qədər yaxşı proqnozlaşdırdığını ölçür. Bu, ROC əyriləri və IUC dəyərləri üçün sadəcə bunu yadda saxlamaq kifayətdir. IUC dəyəri 1.0-a nə qədər yaxın olarsa, proqnoz gücü o qədər yaxşıdır. Gördüyünüz kimi molekulyar markerlər AAB şişləri üçün olduqca yaxşı işləyir. Amma BCMO və DAB-dən nə baş verdiyinə baxın. Dəqiqlik əhəmiyyətli dərəcədə aşağıdır və zamanla daha da azalır. Məsələn, BCMO üçün proqnoz dəqiqliyi 5 ildə vasat olan 0.68-dən 10 ildən sonra isə demək olar ki, qəpik atmaqdan fərqlənməyən 0.59-a enir. Bu, bəlkə də bütün təqdimatın ən vacib və ayıltıcı qrafiklərindən biridir. A və B qrafiklərindəki A-AB şişləri üçün proqnozlaşdırılan sağ qalma əyrisi, yəni nöqtəli xətt və real sağ qalma əyrisi, yəni bütöv xətt, demək olar ki, mükəmməl üst-üstə düşür. Bu, molekulyar markerlərimizin bu hallarda düzgün işlədiyini göstərir. Amma C, DAB və D, BCMO qrafiklərindəki o faciəvi fərqə, o uçuruma baxın. Proqnozlaşdırdığımızla reallıqda baş verən arasında nəhəng bir boşluq yaranır. Bu, pasiyentlər üçün reallıq molekulyar markerlərin təklif etdiyindən qat-qat pisdir. Bu 4 qrafik eyni hekayəni təkrar-təkrar danışır. Hər bir qrafikdə AB keysləri, yəni mavi xətlər, gözlənildiyi kimi yüksək sağalma göstərir. Lakin BCMO keysləri, yəni qırmızı xətlər, hətta markerlər əlverişli olduqda belə dəhşətli nəticələrə malikdir. Məsələn, ER-pozitiv BCMO əlverişli marker belə ER-negativ AB əlverişsiz markerdən daha pis sağalma göstərir. Bu, molekular markerlərin BCMO üçün etibarsız olduğunun açıq-aşkar sübutudur. Və budur, bəlkə də bütün tədqiqatın ən şok edici nəticəsi. Diqqətinizi F qrafikinə yönəldin. Yüksək dərəcədə ölümcül olan BCMO keyslərinin tam 81%-i güya çox yaxşı proqnoza malik olan luminal A molekulyar alt tipi kimi təsnif edilib. Bu, kiçik bir qeyri-dəqiqlik deyil, bu, kütləvi bir təsnifat səhvidir. Bu, o deməkdir ki, ən təhlükəli xərçənglərin böyük əksəriyyəti molekulyar testlərə görə aşağı riskli kimi qiymətləndirilir. Bütün bu məlumatları nəzərdən keçirdikdən sonra, gəlin hər şeyi yekunlaşdıran son, tutarlı bir keyslə birləşdirək. Bu keys, bu mürəkkəb vəziyyətlərdə görüntüləmənin niyə üstün bir proqnozlaşdırıcı olduğunu həqiqətən də vurğulayır. 68 yaşlı, hər iki süd vəzində xərçəng olan bu pasiyentin keysinə baxaq. Sol süd vəzində kiçik, aydın sərhədli, ulduzvari bir şiş görürük.
Lakin sağ tərəfdə tamamilə fərqli bir mənzərə var. Demək olar ki, bütün vəzini tutan, daha təhlükəli görünən, nəhəng, difluz bir arxitektonik pozğunluq. Vizual kontrast həqiqətən də bundan daha kəskin ola bilməzdi. Və indi hekayəmizin kulminasiya nöqtəsi. Ölçü, yayılma və görüntüləmə xüsusiyyətlərindəki bu nəhəng fərqə baxmayaraq, hər iki şişin molekulyar biomarkerləri tamamən eyni idi və hər ikisi də əlverişli bir proqnoz təklif edirdi. Radioloqun gözü hansı şişin pasiyentin həyatı üçün daha böyük təhlükə olduğunu dərhal anlaya bilər, lakin bizim qabaqcıl molekulyar testlərimiz bu həyati fərqə qarşı tamamən kordu. Yaxşı, bütün bu məlumatlar bizi hansı klinik nəticələrə gətirir? Bu tədqiqat bizə praktikada nəyi dəyişməli olduğumuzu deyir? Gəlin əsas nəticələri bir daha ümumiləşdirək. Birincisi, görüntüləmə proqnoz üçün son dərəcə güclü bir vasitədir. İkincisi, molekulyar biomarkerlər DAB və BSMO kimi diffuz xərçənglərdə bizi aldada bilər. Üçüncüsü, bu iki tip bütün ölümlərin demək olar ki, yarısına səbəb olur. Dördüncüsü və ən vacibi, potensial ölümcül undertreatmentdən qaçmaq üçün radioloqun şərhi, yəni görüntüləmə biomarkeri, müalicə planlaşdırılmasında molekulyar markerlərdən üstün tutulmalıdır. Və nəhayət, xəstəliyin tam mənzərəsini anlamaq üçün geniş formatlı histopatologiya mütləqdir. Və beləliklə, sizi bu yekun, həlledici sualla baş-başa buraxırıq. Professor Tabarın işi tək bir məlumat mənbəyinə, xüsusən də xəstəliyin makroskopik reallığını nəzərdən qaçıra bilən molekulyar testlərə həddindən artıq güvənməyin təhlükələri barədə güclü bir xatırlatmadır. Xərçəng müalicəsinin gələcəyi tək bir testdə deyil, radioloqların, patoloqların və onkoloqların tam bir mənzərə yaratmaq üçün birlikdə çalışdığı inteqrasiya olunmuş bir yanaşmadadır. Diqqətiniz üçün təşəkkür edirik.